Xanımlar və cənablar, hörmətli qonaqlar, bugün may ayın 10-u müasir Azərbaycanın və hər bir Azərbaycanlının həyat və taleyində silinməz iz qoymuş böyük simanın və dahi bir şəxsiyyətin ad günüdür. Ölkəmizin hər bir vətəndaşı ömrünün böyük bir qismini mənalı və yetkin çağlarını bu insanın rəhbərliyi altında yaşamışdır. Bu rəhbərlik təkcə yüksək vəzifə borcu kimi qalmadı. Özünü daha geniş, insani mənada əks etdirdi. Bu rəhbərlik vətənsevərliyə, iradəyə, qüdrətə köklənmiş mərd ata və müdrik ağsaqqal qayğısıydı. Söhbət 20-ci əsr Azərbaycan tarixinin baş qəhrəmanı, müasir, müstəqil Azərbaycan Respublikasının qurucusu və banisi unudulmaz prezident Heydər Əliyevdən gedir. Heydər Əliyevin həyatı böyük bir epoxanın aynası kimi ölkəmizin sevincli, kədərli günlərini və anlarını, Azərbaycanın tarix yollarını özündə əks etdirir. Məhz Heydər Əliyevin həyatı və fəaliyyəti sübut etdi ki, əlçatmaz xəyalların və arzuların reallaşması insan fenomenin gücünə mümkündür. 80 il sürən bu şərəfli ömür sübut etdi ki, böyük və nadir insanlar doğulduqları andan ömrünün sonuna qədər yüksək və ali missiyanın daşıyıcıları olurlar. Onlar millətlərinin və ümumiyyətlə bəşər tarixinin inkişafında və tərəqqisində müstəsna və əvəz olunmaz rol oynamış olurlar. Yəqin ki, elə bu səbəbdən belə insanların ömrü alov parçası kimi sönmədən, yorulmadan, dayanmadan, son nəfəsə qədər böyük bir məqsədə xidmət edir və əbədi mübarizəyə həsr olunur. Belə insanlar tarixin mürəkkəb anlarında bütün çətinlikləri dəf edərək həmişə zəfər çalır, qalib gəlirlər. Heydər Əliyev qalibiyyətinin nəticəsi müstəqil, müasir Azərbaycan Respublikası və onun bugünkü nailiyyətləridir. Heydər Əliyev fondunun prezidenti kimi fondumuzun 5 illik yubileyi münasibəti ilə bura toplaşan bütün qonaqları səmimi qəlbdən salamlayıram. Fondun fəaliyyəti artıq hər kəsə bəllidir. 5 il ərzində görülən işlər, əldə edilən nailiyyətlər haqqında bu axşam burada danışılacaq. Öz adımdan tək onu demək istəyirəm ki, bu 5 il ərzində görülən işlər bir çox sahələri, elmi, təhsili, mədəniyyəti, səhiyyəni, sosial sferanı əhatə edir. Lakin onları birləşdirən bir amil var. Bu da Azərbaycana, vətənə xidmət etmək arzusu və şərəfidir. Bu yolda bizə kömək edən, bizi dəstəkləyən, bizə inanan hər bir insana özlərinin minnətdarlığımı bildirirəm. Fondun əməkdaşlarına, gənc, istedadlı və insan problemlərinə heç zaman biganə qalmayan komandamın hər bir üzvünə öz xüsusi minnətdarlığımı bildirirəm. Və bir daha sizə əmin etmək istəyirəm ki, Heydər Əliyevin adını daşıyan fond Azərbaycanın bugünü və gələcəyi naminə bundan da artıq işlərə hazır və qadirdir. Əziz qonaqlar, bir daha sizin hamınızı 10 may münasibəti ilə ürəkdən təbrik edir, sizə can sağlığı, uğurlar arzulayıram. Qoy ad günü ilə yubileyi birləşdirən bu axşam keçmişin dərslərini unutmamağa, əcdadlarımızın xatirəsini uca tutmağa, bugünümüzü qorumağa, gələcəyimizi isə qurmağa çağıran bayrama çevrilsin. Qoy Tanrı hər zaman Azərbaycanı qorusun.